Bismillah. Bürclərin mart ayına olan ən dəqiq pul proqnozu. Aşağıda 2026-cı ilin mart ayına dair ən dəqiq pul maliyyə horoskopunu bürclər üzrə ümumi astroloji proqnozlardan və maliyyə yayılma proqnozlarından topladığım əsas məqamlarla təqdim edirəm. Mart 2026-cı üçün ümumi pul horoskopu xülasəsi. Bu ay astroloji baxımdan Yupiterin martın 10-da düz hərəkətə keçməsi və bir neçə mühüm ay tutulması, yeni ay hadisəsi pul istiqamətində həyatımızı gücləndirir. Bu bir çox bürclər üçün maliyyə dalğası yaratmaq üçün uyğun zaman olacaq, amma bunun üçün planlaşdırma və strateji yanaşma da vacibdir. Martın əvvəlində köhnə pullar geri gəlmə, borcların həlli və gecikmiş ödənişlərə aydınlıq çıxa bilər. Martın 11-dən etibarən Yupiter düz hərəkətə keçərək pul axınını yaxşılaşdırır və yeni gəlir fürsətləri yaradır. Ayın sonu yeni ayın təsiri ilə yeni maliyyə qərarları və layihələr üçün sərfəli zaman yaranır. Qoç. Bu ay Venus bürcünüzdədir. Gəlirlərdə artış, gözlənilməz müsbət maliyyə yenilikləri və gözəl sürprizlər mümkündür. Enerjiniz artacaq və iş sahəsini yaxşılaşdırmaq üçün fürsətlər yaranacaq. Pul məsləhəti, böyük alış-veriş və riskli maliyyə qərarları üçün martın 20-sindən sonrasını gözləyin. Buğa, müəyyən maliyyə planları üçün foundation mərhələsi var. Plan qurmaq, gəlir mənbəyi yaratmaq. Martda gələcək üçün pul yığmaq və layihə hazırlığı önəmlidir. Pul məsləhəti, strateji planlaşdırma bu ay çox önəmlidir. Sabit və uzunmüddətli qazanc üçün işləyin. Əkizlər, martın 11-dən etibarən Yupiter pul sahəsində aktiv təsir edəcək. Gecikmiş ödənişlər gəlir və yeni gəlir imkanları açılır. Yeni iş, müştəri, əməkdaşlıq fürsətləri gözlənilir. Pul məsləhəti, yeni sənədlər, müqavilələr və böyük öhdəlikləri martın 23-dən sonra etməyə çalışın. Xərçəng. Bu ay pulla bağlı düşüncə və planlar önəmli olacaq. Borclar və gözlənilməz xərclər yaranarsa balanslı büdcə vacibdir. Pul məsləhəti, aydın büdcə planı və prioritetləşdirmə xərcləri tam nəzarətdə saxlayacaq. Şir. Martda maliyyə məsələləri yenidən nəzərdən keçirilə bilər. Xüsusən martın ortasından sonra yeni ideyalar və iş planları gəlir. Yaratmaq üçün düzgün vaxtdır. Bu pul məsləhəti, gəlir gətirə biləcək təklifləri qoruyub saxlayın və tənzimləmə prosesinə vaxt ayırın. Qız, maliyyə sahəsində sabitlik və gəlirlərin artması proqnozları var. Yeni əməkdaşlıqlar və maliyyə artışı martda aktiv ola bilər. Pul məsləhəti, gəlirlər və qazanc artımı üçün öz bacarıqlarınızı inkişaf etdirin. Tərəzi, martda maliyyə vəziyyəti balanslı qalacaq. Xərclərinizi düşünərək idarə edin. Yeni layihələr üçün planlaşdırma və büdcə yaratmaq üçün yaxşı zamandır. Pul məsləhəti, büdcəni izləyib proyektlər üçün real məqsədlər qoyun. Əqrəb, bu ayda Marsın təsiri ilə pul işləri daha aktiv ola bilər. Yeni işlər və müsbət maliyyə tendensiyaları üçün pəncərə açılır. Pul məsləhəti, qazancları artırmaq üçün əməkdaşlıqlar və aktiv rol oynamağa hazır olun. Oxatan, martda pul axını yaxşılaşa bilər. Xüsusən martın ikinci yarısı, ailə və paylaşılmış maliyyə məsələləri diqqətə gələcək. Pul məsləhəti, maliyyə qərarlarınızı ətraflı düşünərək qəbul edin. Oğlaq, oğlaqlar üçün stabil maliyyə və qənaət paradoksları mövcuddur. Planlaşdırma və büdcə önəmlidir. Mart ərzində möhkəm maliyyə qərarları fayda verə bilər. Pul məsləhəti, uzaq hədəflər üçün faydalı strategiyalara fokuslanın. Dolça, bu ayda maliyyə dəyişiklikləri ola bilər. Yeni işlər və büdcə yenidən planlaşdırma var.
Pul sahəsində aktiv qərarlar üçün ayın sonu daha uğurlu ola bilər. Pul məsləhəti. Pul sahəsində aktiv qərarlar üçün ayın sonu daha uğurlu ola bilər. Pul məsləhəti, büdcə planı və yeni gəlir ideyaları üçün ayın sonunu istifadə edin. Balıq. Martda pul və gəlir mövzuları ciddi şəkildə diqqətə gəlir. Mart boyunca planlı hərəkət və fürsətləri yaxşı seçmək vacibdir. Pul məsləhəti, böyük maliyyə qərarları üçün ayın 20-sindən sonrasını gözləyin. Ümumi tövsiyə, Mart 2025 astroloji baxımdan pul, iş və gəlir üçün başlanğıc, böyümə və yeni fürsətlər yaradan bir aydır. Amma diqqətli planlaşdırma, büdcəyə riayət və əsas maliyyə qərarlarını təxirə salmağı düşünmək də faydalı olacaqdır.